məclislərini məncə yığışdırmaq lazımdır. Şadıq elə pul qazanır. Heç kimə lazım olmayan, dəxilsiz bir Elgiz müəllim auditoriyanın dilindən deyirəm. Mənim özümə qalsa müəllim adına böyük hörmətim var. Ümumiyyətcə mən siz aparıcılara, yəni sənsən, zaurlardır, xoşqədəmdir, bunlara hansısa bir hörmətlə bir müraciət eləməyi, yəni özümə rəva bilmirəm. Nə də hörmətsizlik eləmək istəmirəm, Azərbaycanlısınız. Bir şey deyim. Deyirsən ki, ölkədən vəbşi yığışdırmaq lazımdır bu ümumiyyətcə. Bu sünnət toylarında, kiçik toy məclislərində. Ölkədən yığışılması bir şey varsa da, o da sizin o verilişlərdir. Sənin verilişinin, zaurların, xoşqədəmlərin verilişi, hansı ki, xalqın əxlaqını pozub, onları bambılı yerinə qoymaq, çıxıb orada çağırdığınız insanları məsxəriyə qoymaq, dolamaq, xalqa gülüş yaratmaq xatirinə 100 hoqqalar verirsiniz, şou xatirinə. Yəni, bağlanası, ölkədən yığışılması bir, yəni, nəsə varsa da, o da sizin o verilişlərdir. Qaldı birincisi, bu toy məclisləri, kiçik toy məclisləri. Ümumiyyətcə toylar ölkə iqtisadiyyatına, belə deyək, bizi kimi kasıb təbəqəyə xeyir gətirir. Yəni, bəziləri fikirləşir ki, toy eləyəndə ancaq restoran sahibləri qazanır və yaxud da o 10 minə, 15 minə, 5 minə toylara gedən müğənnilər qazanır. Xeyr. Onlar da qoy qazansınlar da, onlar da Azərbaycanlıdır. Sözüm onda yox. O, yəni aşağı təbəqələr də çörək qazanır. Məsələn, orada xadiməsindən tutmuş, ora meyvə tərəvəz produkt gətirən insanlar hansı ki, bizim aşağı təbəqələrdir. Yəni onlar da çörək qazanır. Birinci gündə özünüz də görürsünüz ki, məhərrəmlikdir, oruçluq aylarında, məsələn, toylar olmur, ölkə iqtisadiyyatında zəiflik olur. Yəni xalq arasında belə deyək, zəiflik olur. Çünki bu dövriyyədə fırlanır həmin o pullar. İkincisi də ki, bu ümumi hamıya, yəni ki, mövzu ümumi hamıyadır. Bu deyirlər ki, məsəl üçün kiçik toy bezdirib məni. Mən məsəl üçün toya fərq eləmir, böyük toy, kiçik toy. Yəni məni çağırırlarsa, mənim imkanım olmursa, mən bəziləri kimi bəhanələr gətirmirəm. Ay, nənəmin bacısının xalası uşağının nə bilim nəyə rəhmətə getmişdi və yaxud da nə bilim ağrıyırdım, kürəyimdə banka var idi. Və yaxud da belə bəhanələr məsəl üçün mən gətirmirəm. Konkret deyirəm ki, pulum yoxdursa, imkan yoxsa olur da hamıda. İmkan olmayanda deyirəm, qardaş, mən özüm resə belə imkanım olmadı, gələnmədim. Yəni bunu durub ortalığa atıb, ay bu sünnət toyudur, nəyə lazımdır? Niyə? Mən özüm məsəl üçün pandemiyadan bir 3 gün qabaq qürbətdən gəldim, uşağa da toy elədim, çünki mənim 1 yaşı var idi, Allah bütün balaları saxlasın. Oğluma toy elədim, bir 200 nəfərlik toy elədim. Sağ olsun, gələnlər də sağ olsun, gələ bilməyənlər də sağ olsun. Məsəl üçün onu niyə elədim? Yəni məqsədim oydu ki, sonra üzr istəyirəm, ailəlikcə çıxaq gedək, qaydaq qürbətə. Nəsə pandemiya düşdü, planlarım pozuldu, nəsə bu qismət deyilmiş. Amma qaldı ki, mən pis baxmıram. Kimsə toy eləyir. Mən eləmişəm deyə pis baxmıram. Yox, sadəcə yəni pis baxmıram. Tək ki toy olsun. Tək ki hamının qapısında xeyir işlər olsun. Amma bir məsələ var da, biz niyə durub o sünnət toylarını əlimizdə bəhanə gətiririk ki, sünnət toyları artıq xərcdir. Yəni biz niyə gedib o qudurğanlıqdan qapısında itinə toy eləyənlərə yəni ortalığa gətirmirik? Məsəl üçün qudurğanlığından böyük bir 500 nəfəri ad günü eləyənləri məsəl üçün dilimizə gətirmirik. Bunlar niyə dilimizə gətirmirik ki, hansısa bir kasıb və yaxud da kimsə gedib uşağına toy eləyir, sünnət toy eləyir. Sünnət toyunda niyə eləyir? Mən sizə deyim. Ortada bəzi insanlar var, bəli, maraq, yəni pul, maddi maraq güdürlər ki, yəni xeyir məqsədi ilə eləyir, amma normal insanlardan söhbət gedirsə, hansı ki maraq güdmür, sadəcə xeyir iş xətrinə eləyir, o insanlar ona görə eləyir ki, məsəl üçün bunun bir oğlu var deyək və yaxud da bir neçə qızı var, bir dənə də oğlu var. Bu da fikirləşir ki, fürsət düşüb, məsəl üçün oğluma sünnət toyu eləyim, ölüm itim dünyasıdır. Bu dəqiqədə hər yerdə 40 yaşında insanlar dünyasını dəyişir. Bu fikirləşir ki, bəlkə də heç böyük toyunu görənmədim, heç olmasa uşağın kiçik toyunu görürəm. O insanları hansı ki, məsəl üçün elə insanlar var ki, fikirləşir ki, bu uşağın böyük toyunda yaşlı nəsildir. Məsəl üçün, birinci gün uşağın, mən məsəl üçün mənim uşağımın xeyir işində olan məsəl üçün 50-60 yaşlı insanlar, mən məsəl üçün uşağın 6 yaşı var, 20 ildən sonra ona toy eləsəm, o insanlar Allah hamısına ömür versin, o insanlar bəlkə də olmayacaq həyatda. Amma halbuki o insanlar birinci gün o toy görmək istəyirdi. Yəni belə bir zəmində, belə bir nöqteyi nəzərdən insanlar toy edir. Bunu niyə müzakirə edirsiniz ki, olmaz? Getmirsiniz, qardaş, getməyin də. Kimi məcbur edirlər? Getmirsiniz, getməyin. Nə oldu? O insanlar, o özündə uşaq toy eləyən insan, sənin qapında xeyir işi sayıb, fərq eləməyib, sənin böyük toy eləyirsən və yaxud da bacının toyudur, qardaşının toyudur, durub gəlibsə, sən niyə onun kiçik toyunu belə müzakirə edirsən? Məqsəddir, qardaş, bu adam istəyir qapısında xeyir iş eləsin. Kimə nə dəxli var? Getmirsiniz, getməyin. Yəni mən yenə deyirəm, özüm eləmişəm deyə demirəm. Nə də buradan pis baxmıram. Sünnət toyu yeri gələndə İslam tarixində belə deyək də xeyir işlər, mərasimlərdə, xeyir mərasimlərində bəyənilən bir şeydir. Yeri gələndə böyük toyları müsəlman aləmində
və olub ki, məsəl üçün böyük toyları sadəcə kəbin kəsdiriblər, bir balaca yığıncaq, bir qismət çörək, amma sünnət toylarında deyim o böyük bir həcmdə eləyib, məsəl üçün insanların çoxluğu daha çox olub, yəni təşkil edib, nəinki o biri böyük toylarda. Yəni yaxşı olar ki, ay Elgiz müəllim, ölkədə lazım olan şeyləri ləğv eləyək. Məsəl üçün çıxıb o efirdə çıxardırsınız o lazımsız insanları, məsəl üçün onları çıxartmayasınız. Normal bir xalqa ibrətamiz bir verilişlər hazırlayasınız. Yəni belə şeylər müzakirə eləyin. Yoxsa durub ay sünnət toyu boş bekar qalmısınız deyən vallahi ya da ki cəmaatı dolursunuz. Başa düşürəm o sünnətə hansısa bir sünnət eləyən həkim və yaxud da dəllək deyək də, dəlləkdən siz çörək qazanamırsınız da. O dəllək gəlib sizə çıxardı 1000 manat vermir ki, ay Elgiz müəllim məni verilişə çıxart. Çünki o dəlləkdir, o yetərincə həkim kimi də belə də lazımlı insan deyil. Sonra sənin reklamına ehtiyacı yoxdur. Yəqin ona görə çıxartmırsınız. Yəni sizə sərf eləmir. Ona görə də sünnət toyun sıradan çıxmağı, yəni sizə daha sərf eləyər, çünki sizin üçün mənasız bir şeydir. Amma insanlar var dediyim səbəblərdən onlar üçün vacibdir və eləyir də. Allah bütün balalar saxlasın, sünnət toylarınızı eləyin. Kim də narazıdır gəlməsin. İndi məndən də narazı olanlar da fikrini yaza bilər, problem deyil. Yəni mən şəxsən, mən yenə deyirəm, vacib olan toy elə olub ki, gedə bilməmişəm, müəyyən bir səbəbdən gedə bilməmişəm. Siz də ki, səbəbini izah edin. Deyin ki, qardaş, imkan olmadı, gələ bilmədim və yaxud da nəsə. Ay, onu lağa qoymağın heç yeri yoxdur. Allah bütün qapılarda xeyir işlər nəsib eləsin. Allah bütün balaları xoşbəxt eləsin. Allah xalqımızı, dövlətimizi qorusun.